Bu hekayədə yanan Mbappe'nin Madriddən Saudi Ərəbistana gəlməsi üçün xərclənən pullar oldu. Sizcə dəyərdi buna? Dəyərdi bu qədər iynələrə, dəyərdi bu qədər pula ki, gəlib sonda Araujo'nun kubok qaldırmasına baxasan. Campeones, campeones, ole, ole, ole. O qədər oxumuşam ki, o qədər əyləndik ki, dünən. Doğrudan artıq gücüm qalmayıb. Mənəvi gücüm var, amma fiziki gücüm yoxdur. Uşaqlar, hər birinizi təbrik edirəm, əziz Barselonalılar, əziz Barselona azarkeşləri. Möhtəşəm qələbə, çempion olduq və doğrudan da danışılası çoxlu nüanslar var. Ola bilər hardasa nəyisə səhv deyim, ola bilər hardasa nəyisə əyri deyim, sözü səhv deyim, nə bilim. O gün nəsə demişəm, oktyabr sözünə oktyabr demişəm, mənə lağa tuturlar. Ну, мы такие да, брат, русскоязычные, брат. Uşaqlar, ötən çıxışda demişdim ki, bu çıxışda Barselona'nın hər hansısa bir formasını geyinəcəm, ya ev, ya da səfər. Amma qərara gəldim ki, ən yaxşısı ağ geyinim. Çünki mən bir real azarkeş. Güya da indi yox. Sülhə görə, sülh əlaməti olaraq bu gün ağ rəngdəyəm. Bildiyiniz bir göyərçin quşu kimi ağ rəngdəyik və sülh naminə bu gün biz burada ancaq obyektiv mövzulardan danışacağıq, obyektiv fikirlərdən danışacağıq. Başladıq. Dostlar, belə bir paradoks var idi. Deməli, Hans-Dieter Flick karyerası boyu heç bir finalda məğlub olmamışdı. Bunu hamımız çox gözəl bilirdik. Və digər paradoks da bundaydı ki, İspaniya Super Kubokunun yeni formatında heç bir komanda bu kuboku ard-arda 2 dəfə uda bilməmişdi. Və avtomatik olaraq burada 2 nüansdan biri səhv çıxmalıydı. Və Flick qeyri-mümkünləri mümkün edən adam olaraq yenə də finalda uduzmadı. Yəni alfalığını göstərdi və birinci paradoksu məhv etdi. Dostlar, finalda Real Madridlə qarşılaşırdıq. Əlbəttə ki, bunu hamınız yaxşı bilirsiniz. Sadəcə olaraq Real Madridin Atletico Madrid ilə oyunu haqqında az da olsa danışmaq istəyirəm. Yarımfinal oyununda Real Madrid Atletico Madrid ilə qarşılaşmışdı və artıq mən belə deyim, oradan hər şey bəlli idi. Özümüz də çox gözəl bilirik ki, hal-hazırda Atletico Madrid stabil futbol oynamır. Bir gün belə, bir gün elə. Amma avtomatik olaraq derbi oyunlarında, əsasən də Madrid derbisidirsə bu, Atletico Madrid başqa bir vibe açır, başqa bir mood açır və Real Madridə qarşı başqa səviyyədə oynayır. Və həmin oyuna əgər baxmışdınızsa, özünüz də görərdiniz ki, doğrudan da Atletico Madrid finala keçməyə daha layiq idi, nəinki Real Madrid. Bəli, birinci hissədə Real Madrid daha yaxşı oynamışdı Atletico Madridə qarşı, amma ikinci hissənin əvvəlləri və ikinci hissənin axırlarında, sonlarında Atletico Madrid demək olar Real Madridin qapısına çıxmağa imkan vermirdi. Sorlotun dəfələrlə epizodları oldu, yararlana bilmədi, Griezmannın epizodları oldu, dəfələrlə epizodlar var idi və Courtois öz peşəkarlığını ortaya qoyurdu. Sözümün canı nədir bilirsiniz? Yəni artıq Real Madriddə bu problem var idi və görünürdü ki, Real Madrid bu oyunla Barselona'nın qarşısına çıxa bilməz. Və mən açığı deyim, yəni El Clasico'da Real Madrid 3-2 uduzdu, amma yaxşı mənada onların bəxti gətirdi. Yaxşı mənada onların bəxti gətirdi. İndi deyə bilərsiniz ki, belə dominant futbol oynamırdı Barsa. Bəli, razıyam, dominant futboldan söhbət belə gedə bilməzdi. Bərabər səviyyəli oyun gedirdi hansısa məqamda. Amma yəni Barselona elə bil özü biraz daha aktiv və daha biraz belə ac olsaydı qələbəyə, məncə başqa şeylər haqqında danışacaqdıq biz bu gün. İndi isə keçək El Clasico'ya. Oyundan öncə start heyətlər paylaşılanda biz Barselona'nın heyətinə baxdıq və təəccübləndirici təkcə bir nüans gördük. Sizcə bu hansı nüans idi? Robert Lewandowski. Son oyunlarda fərq etmir. Bu balaca klublara qarşı olsun, böyük klublara qarşı olsun. Hans-Dieter Flick əsasən Ferran Torresə şans verir. Bu oyunda isə, belə vacib oyunda Hans-Dieter Flick götürdü və Lewandowskini start heyətə bura qoydu və bizi təəccübləndirdi. Amma digər mövqelərdə belə rotasiya yox idi, hər şey olduğu kimi idi və belə də olmalı idi. Adamın başqa variantı da yox idi onsuz da, yəni şablon bir heyəti var
Bəli, bəzən hansısa oyunçu olmayanda, zədəli olanda kimsə kimisə əvəz edir. Amma artıq çoxumuz bilirdik ki, start heyət necə olacaq. Amma Real Madriddə vəziyyət tam başqa idi. Real Madriddə seçimlər var. Müdafiə xəttində bəli, problemlər yaşayırlar, bunu dana bilmərik. Amma hücum xəttində və yarım müdafiə xəttində doğrudan da seçimləri çoxdur. Və burada Mbappe'nin zədəsi də var idi. Mbappe zədəli idi. Qardaşımıza 3 dənə iynə vurublar. Madriddən gətiriblər ki, qaqaş gəl. Xabi Alonso sonra başqa bir şey demişdi burada. İndi o mövzuya toxunacam birazdan. Biraz səbirli olaq, o mövzuya toxunacam. Yəni o sözü deyən bir baş məşqçi elə bir hərəkət eləməz. Nəysə. Xabi Alonso özündən hoqqa çıxartdı. Xabi Alonso oyuna 4-3 ilə başlayırdı. Birdən-birə gördü ki, Barsanın heyətində Leva var. Dedi, oy Lewandowski oynayırsa, mənim qanım getdi. Keçək 4-4-2-yə. 4-4-2-də necə oynadı? Demək olar ancaq məqsəd cinahları tutmaq idi. Cinahlara yüklənmişdi ancaq Xabi Alonso. Sağa Valverde ilə Asensionu qoymuşdu. Sola Rodrigo və Carrerası qoymuşdu ki, yəni cinahlardan Barsa heç eləyə bilməsin. Amma hal-hazırda Barsanın ən üstün cəhəti cinahlar da deyil. Barsanın üstün cəhəti yarım müdafiədir, mərkəzdir. Yəni Pedri De Jong tandemi istənilən müdafiə xəttini yara bilər. Və çox qəribə bir sistemlə çıxdı oyuna Xabi Alonso. Doğrudan da mənə qəribə gəldi. Viniciusla Gonzalonu hücumda oynatdı və Vinicius demək olar Barcelona'ya qarşı hər oyunda prime açır. Bu avtomatik olaraq belədir və bu oyunda istisna olmadı. Vinicius məncə Real Madridin heyətində ən yaxşı oyunçu idi. Bəli, komanda işinə görə bir o qədər də effektiv deyildi. Komandaya bir o qədər də xeyir vermirdi, amma individual olaraq Vinicius məncə Real Madridin heyətində ən yaxşı idi və tək başına Realı daşıyırdı. Burada onun haqqına girmək olmaz. Və artıq 16 idi, yoxsa 18 oyundan sonra ilk dəfə olaraq qol vurdu adam. Ya Allah, biz bu gün də gördük. Heç bir şey. İlk hissə haqqında danışmaq istəyirəm. Dostlar, biz avtomatik olaraq bilirdik ki, bu oyunda birinci tərəf, yəni hücum edən tərəf Barcelona olacaq. Bu hamıya bəlli idi. Keçən səfər nənəmi demişdim ki, çağırsam bura o da bilərdi bunu. Bu səfər babamı da çağırsam, ona da desəm, o da bunu əlbəttə ki biləcəkdi. Çünki hal-hazırda Real Madridin hücum futbol oynaması bir o qədər də real deyildi Barsanın qarşısında. Barsa formdadır. Barsa gözəl bir temp yığıb, irəliləyir. Artıq 10-cu qələbəsini qazandı ard-arda. Chelsea məğlubiyyətindən sonra hoqqa verirlər. Çatışmamazlıqlar var, bu başqa məsələ, amma hal-hazırda yəni olanları deyirəm, reallıqları deyirəm. Və bilinirdi ki, Barsa hücumdan oynayacaq və Real Madrid əks hücumla oynayacaq. Bu gözlənilən idi. Və Barcelona ilk dəqiqələrdə nəsə etməyə çalışırdı. Qapıya zərbələr də yox idi. Hətta oyunun 10-15-ci dəqiqəsi idi. Qapıya zərbələrdə Real Madrid Barsadan öndə idi. Real Madrid topla 26% oynayırdı, yoxsa 25% oynayırdı. Topa sahib olma faizi 75-in 25-ə idi deyəsən Barsanın leyhinə. Amma Real Madridin zərbələri var idi qapıya. 20-ci dəqiqədən sonra oyun tam olaraq dəyişdi. Barcelona topu tamamilə nəzarətə götürdü və artıq epizodlar yaratmağa başladı. Və birinci qol. Birinci qoldan sonra avtomatik olaraq oyun açıldı. Yəni Real gördü ki, bu plan alınmır və Barcelona artıq psixoloji olaraq da üstünlüyə sahib çıxdı və başladı sıxmağa Realı. Sıxdı, qapıya zərbələr dayanmırdı. Nə bilim, soldan, sağdan momentlər çox idi. Yəni Courtois doğrudan da bir neçə epizodda komandanı xilas etdi. Amma burada Barsanın səhvi bilirsiniz nə də oldu? Barsa Real Madridi dajat eləmədi, dabivat eləmədi. Qoldan sonra azca sıxdı, başını buraxdı, yəni keçdi öz taktikasına, biraz tiki-taka, biraz mırtdaşmaq, eləmək və Real Madrid bundan yararlandı. Vinicius'un qolu möhtəşəm qol idi, bunu danmayacağam. Çox super bir qol idi. Bəli, burada Kunde'nin mallığı da oldu əlbəttə ki, yəni adamda ürək lazımdır ki, və yaxud nə bilim, dal lazımdır ki, elə topu Mecdunok buraxasan. Elə Mecdunok mən görməmişdim. Pramoy avtovağzal yolu, getdə qardaşım. Çəkdi sağa, dayanmadan vurdu, möhtəşəm. Yəni o qola sözüm yoxdur. Amma Barcelona Real Madridin qoluna anında da cavab verdi. Pedri'nin ötürməsindən sonra Lewandowski'dən bir dənə Çerpaçok, bir dənə paraşut və
Gözəl bir qol. Lewandowski söz verib ki, hər Super Kubok finalında Real Madridə qol vuracaq. Elə bil ki, bunun prinsipi var. Və ondan sonra Lewandowski-ni görmədik. Yəni Lewandowski-ni o qola qədər görməmişdik, o qoldan sonra da görmədik. Bu normalda artıq bunu qəbullanmışıq. Və hakim oyuna 5 dəqiqə əlavə eləmişdi. Oyun 7-ci, 8-ci dəqiqəyə qədər getdi. İndi bilirəm, Barça orada qol vurdu, yəni vaxt uzadıldı, neynədi. Amma hakim dirənmişdi ki, yox, bu oyun gedəcəyi, Real vurmalıdır ikinci topu. Realın ikinci topunda isə, yəni günahkar biz özümüz olduq. Çox absurd bir qol buraxdıq. Çox gülünc bir qol buraxdıq. Yəni qolun özünü demirəm ha. Qolun necə yaranmasını deyirəm. Yəni bir 20-30 saniyə öncəyə getsək ikinci qoldan, görərik ki, top cərimə meydançasına gəlir Barsanın. Və orada Kunde boş dayanan Garcia'ya başı ilə topu ötürməyə əvəzinə topu vurur qabağa, özə normalda vura bilmir. Top gəlib düşüb Realın oyunçunun qabağına, hücum elədilər, top kornerə çıxdı və orada aləm dəydi bir-birinə və qol. Həmin epizodda, yəni sonuncu dəqiqələrdə Barcelona qol buraxmasaydı, ikinci hissədə tam başqa şeylər ola bilərdi. İkinci hissə, bax, ikinci hissədə Real Madrid tam başqa cür oynamağa başladı. Və burada yenidən təkrar edirəm, əsas nüanslardan biri Real Madridin birinci hissənin son dəqiqələrdə vurduğu qol idi. İndi burada hakim neynədi, neynəmədi, çalışacağım hakim haqqında çox danışmayayım, amma bəzi nüanslar oldu. Danışılacaq. Deməli, ikinci hissə başlayan kimi Real Madrid tam başqa stildə oynadı. Real Madrid Barsa'ya imkan vermir ki, topla oynasın və Barcelona elə bil yorğun idi biraz. Və Flick bu temanı tutdu. Flick temanı tutdu ki, bu oyunda artıq var. Bu oyunda mane olan şəxs var komandaya. Və bu bir nəfər deyil, bu 2 nəfərdir. Komandada nə çatışmırdı? Bəli, kreativlik və sürət. Və ona görə Flick əvəz etmə etdi. Olmo və Ferran Torresi oyuna saldı. Və ondan sonra oyun tam olaraq dəyişdi. Amma burada ikinci nüans da var. Xabi Alonso'nun bizə hədiyyəsi. Xabi Alonso uda biləcəyi, qalib gələ biləcəyi oyunu öz əlləri ilə bəlkə də verdi Hans-Dieter Flickə ki, Murat, götür, öpürəm səni, sənin hörmətin böyüdü, bu oyun sənliydi, sən final uduzmursan, bu finalda uduzmayacaqsan. İndi mən Barcelona'nın əməyini aşağılamıram, yəni Barça qələbəyə layiq oynadı və doğrudan da bəlkə də əvəz etmələr olmasaydı, Barça onsuz da qalib gələcəkdi. Bu başqa məsələ. Amma ən azından Xabi Alonso'nun əvəz etmələri Barcelona'ya bir cığır açdı, yol açdı və Barça bundan istifadə etdi. David Alaba'nı oyuna niyə salasan ay Xabi Alonso? Mən özüm Barça azarkeşiyəm. David Alaba oyuna girəndə mən xiyar oldum. Mən dəli oldum ki, bu oyuna niyə girsin ki bu adam? Bir ildən çoxdur futbola həsrət diyor, onu niyə oynadasan? Sebalios'u niyə salasan oyuna? Valverde'ni oyundan niyə çıxardasan? Hələ AS də xəbər yayıb ki, Valverde oyuna zədəli girmişdi, zədəli oynamışdı. Mbappé'nin də nə bilim Madriddəki evinin qapısı bağlanmamışdı. Yadından çıxmışdı açarla bağlamaq, ona görə belə oynadı. Oyundan sonra çıxır bu xəbərlər. Oyundan əvvəl deyin də bunu. Xabi Alonso'nun əvəz etmələri bərbad. Və ən bərbadı bilirsiniz nədir? Vinicius'u oyundan çıxarmasıydı. Vinicius, yenən təkrar edirəm, Real Madridin ən təhlükəli oyunçusuydu. Sən onu oyundan niyə çıxardasan? Niyə? Demirəm, mən Vinicius'dan mənim zəhləm gedir. Xoşum gəlmir o adamdan. İnsan kimi xoşum gəlmir. Amma futbolçu da oynayır adam. Yəni hal-hazırda kuraş tutub, gedir. Yəni işlər görür də hal-hazırda. Sən bunu niyə çıxarasan ki oyundan? Bu artıq prinsip məsələsidir hər halda. Onu mən tam bilmirəm. Real azarkeşləri məndən daha yaxşı bilərlər. Və Barcelona'nın 3-cü qolu. Rafinha, nə deyim mən bu adama? Yəni Rafinha göstərdi ki, qardaş, oktyabrda utduğumuz El Clasico'nun başlıca səbəbi mənəm də. Mən yox idim deyənə belə hoqqa verdiniz. Doğrudan da onu göstərdi. Adam tək başına oyunu apardı. 2 qol, pressing, dayanmaq yox, arxa qabaq işləyir. Adam nə bilim, robot da elə bil. 4-cü qolu, üzr istəyirəm, Real'ın vurduğu 2-ci qolda belə az qala xilas eləyəcəkdi komandanı. Var gücü ilə özünü dalatdı, riskə getdi. Onun başı dirəyə dəysəydi, yox idi o. Canın qoyur, hər şeyin qoyur meydanda. Doğrudan da möhtəşəmdir Rafinha. Rafinha çox şeyi həll etdi bu oyunda. Və əsas məsələ. Xabi Alonso, dəyərli Xabi Alonso,
Real Madridin baş məşqçisi oyundan sonra möhtəşəm bir açıqlama verib. Açıqlamasında bildirib ki, bu turnir və bu kubok bir o qədər önəmli titul deyil və bundan daha önəmli titullar var. Okey, razıyam. Bəli, bəzi titullar var ki, hansısa səviyyəsinə görə və öz belə adına görə digər titullardan fərqlənir. Əlbəttə ki, İspaniya Super Kuboku ilə Çempionlar Liqasının statusu bərabər deyil. Bunu hamımız gözəl anlayırıq. Amma arada Barcelona və Real Madrid varsa, burada artıq kubok yox. 1 litrlik sadə su qoysaq belə, yenə də onların arasında qızğın mübarizə və amansız bir döyüş gedəcək. Kubok olmasa belə, o kubok bəhanədir. El Clasico'dur. Bu komandaların arasında olan bir problemdir, arasında olan bir münaqişədir ki, bu kubok önəm daşımır burada. Bu kubok nəsə bir rol daşımır burada. Və kuboku bəhanə eləmək lazım deyil. Xabi Alonso, əziz və dəyərli Real Madridin baş məşqçisi, əgər bu kubok belə önəmli deyildisə, bu turnir belə önəmli deyildisə, nəyə görə siz Barcelonaya qarşı əsas heyətlə oynamağa başladınız? Maksimum dərəcədə ən yaxşı heyətlə çıxdınız. Nəyə görə Mbappé'nin üzərində saatlarla, günlərlə işlədiniz? Adamı iynə ilə bastırdınız orada. Adamı Madridə göndərdiniz, Darüşşəgəni də Ərəbistana çağırdınız. Vacib oyun deyil də. Allah vur tullaya tüpürərəm Superkuboka. Mbappé'ni riskə vermək olar. Qoy qalsın. Udurlar, utsunlar, zəifdilər, qoy utsunlar. Özlərinə təsəlli versinlər. Ona görə Mbappé'ni daşıdınız o boyda. Yolu. Hər şey qoyuram bir qırağa. Əgər bu önəmli titul deyilsə, Barcelona qoyuram bir qırağa. Atletico Madridlə oyunda belə start heyətlə oynamazdınız. Nə bilim, Mestantunu oynadardınız, Mendini oynadardınız. Yəni ikinci heyətlə çıxardınız oyuna. Ki, yəni Lijbin nə olur olsun da, nə çatar, nə batar. Tutar qatıq, tutmaz ayıran, sağ-salamat. Bu belə bəhanə olmaz da. Yəni adam məğlub olursa bunu qəbullanmalıdır. Bunu qəbullanmalıdır. Burada pis bir şey yoxdur. Real Madrid 2 gol vuranda az qala onların yeri yoxdur. Oranı dağıdırdılar. O sevinmədi. Denən başım bırax yala, vurub. Kim vurdu qolu? Gonzalo. Öpürəm səni, brat. Yeyib içmək məndən. Reaksiya verməzdiniz də. Bu bəhanə deyil. Bu bəhanəni siz kim deyə bilər? Hansısa çayxanada oturan 18-19 yaşlı qaqaş deyə bilər. Yəni bu bəhanəni o desə mən gülmərəm, deyərəm, okey, elə sənin beynivə o yaraşır. Amma bunu Real Madridin baş məşqçisi deyirsə, deməli bu komandada problem var. İkinci nüans isə Kylian Mbappé'dir. Kylian Mbappé'yə qarşı çox böyük hörmətim var idi. Həm futbolçu kimi, həm bir şəxsiyyət kimi. Bu ayrıcadır. Amma artıq sırf olaraq bir futbolçu kimi hörmətim qalacaq. Bir şəxsiyyət kimi qalmayacaq. Yəni mənim sualım Real azarkeşlərinədir və Azərbaycanda olan Real Madridin fan klublarına olan bir müraciətimdir də bu. Cavab verə bilirlərsə sevinərəm. Abdulsənin elə özünə səslənirəm, qardaş. Yəni bizim özümüzün layihəsi var. Baritdə inşallah bu haqqda danışarıq, bu başqa məsələ. Amma mənə maraqlı gəlir ki, bu komandanın kapitanı qala-qala hansısa bir oyunçu nəyə görə hansısa bir şeydə qərar verir. Yəni əgər bunun açıqlaması varsa, zəhmət olmasa verin, biz də bilək. Komandanın əsas kapitanı kimdir? Valverdedir də məncə. Oyunda en azından Valverde idi. Və kapitan qala-qala Kylian Mbappé nəyə görə desin ki, mən şərəf dəhlizi qurmuram komandaya, yəni Barcelonaya. Yəni onu eləmək üçün əlbəttə insanda çox böyük bir şəxsiyyət olmalıdır. Sən Puyol ola bilmərsən heç vaxt, başa düşdün? Yəni onu Puyol kimi ancaq şərəfli oyuncular, nə bilim Maldini kimi, nə bilim Raul kimi, Casillas kimi oyuncular eləyə bilər. Yəni oyuncu kimi böyük ola bilərsən, amma şəxsiyyət kimi itin düşən kimi düşdün gözümüzdən. Yəni bunu açıq deyirəm sən. Yəni Real azarkeşlərinə deyirəm, Mbappé demirəm. Mbappénin nə fındığın adı ki, Fuad burada nə deyəcək? Doğrudan da adama yer eləyir. Yer eləmək də yox, hep sən necə? Şərəf dəhlizində bunu qursan da, qurmasan da kuboku verirlər bizə.
Yəni onu eləməməklə və yaxud etməklə heç nə dəyişməyəcək. Eləmirsən, belə oğlumun daş kəsəndəki obyektinə kimi elə. Eləmə. Amma yəni burada hörmət var. Sən dünya statuslu, yəni belə elit səviyyəli bir oyunçusansa və bu günə kimi öz xarakterini qorumusansa, gəlib belə şeylərdən altın qoymamalısan. Mən sizə and verirəm, onu Yamal eləsəydi, Yamalı bu dəqiqə siz nə edirdilər? Bütün dünya qaralamışdı o yazıq uşağı. İndi mən Yamal manyakı deyirəm, bəzi hərəkətləri mənim də xoşuma gəlmir o adamın. O başqa məsələ. Amma onu Yamal eləsəydi, Yamalı, oyda, sən nə etmisən? Sənin kimi belə şərəfsizi yoxdur, sənin kimi belə namussuzu yoxdur. Mbappe bunu dedikcə söhbət bağlandı. Heç bir sosial təzyiq yoxdur. Yəni mənim sözüm ondadır ki, bu komandanın kapitanları qala-qala. Mbappe belə şeyə niyə qərar versin ki? Bunu Valverde eləsəydi, mən sakit durardım. Deyərdim Valverde, Allah köməyin olsun, çox sağ ol. Sən kapitansan, sənin sözünüz kəlmədir. Sən istəmədin, canın sağ olsun, problem deyil. Amma hansısa komandanın bir oyunçusu, bəli, hər birinin özünə görə statusu var komandada. Amma Mbappe kapitan deyil. Kapitanlar arasında belə deyil. Və o belə qərar verə bilməz. Nəysə, Mbappe haqqında danışdıq. Flick haqqında danışaq. Flick haqqında danışsam gərək oturaq səhərə kimi burada video çəkək biz. Kamran məni söyər ancaq orada. Flick, nə bilim, yəni Flick, yəni gözlüyüm mesaj gəlib mənə. Flick, bilmirəm, yəni hansı tərif buna deyim, nə deyim, yəni söz tapa bilmirəm bu adama. Flick komandaya qalib ruhunu qaytardı. Bu qədər sadə, mən bunu deyəcəm başqa heç nə. Fiziki olaraq iqtidadlı oyunçuları, nə bilim fiziki olaraq gücləndirdi, nə bilim kiminsə kırlasını böyütdü, kiminsə çiyinlərini şişirtdi, kiminsə beynini artırdı. Bu haqda danışan deyiləm. Flick Barcelonanı mental olaraq başqa bir səviyyəyə çatdırdı. Bu 2 mövsüm ərzində. Hətta 2 mövsüm yox, 1,5, 1,5 də, yəni belə deyək. Bu mövsümlər ərzində komandanı mental olaraq başqa levela çatdırdı. Bunu Barsada heç kim bacarmamışdı. Belə heyətlə. Biz dünən quiz də keçirdirdik oyunda. Orada Vuvuzelladan Elçin də bizlə idi. Buradan onu salamlayıram, qonağımız idi. Orada sual verdi ki, futbol tarixindən sil. Daha doğrusu Barsa tarixindən sil. Flick yoxsa Guardiola. Mən dedim Guardiola. İndi bəlkə çoxunuz məni anlamayacaqsınız. Guardiola çox böyük bir məşqçidir. Həm futbol üçün, həm Barcelona üçün. Mənə görə dünya tarixinə gəlib keçmiş ən güclü baş məşqçidir. Amma Flick Barcelonanı bilirsiniz necə, belə o bataqlıqdan götürdü belə çirkli, mındar, suya axır belə. Götürdü onu elə təmizlədi, yudu, elə dedi ki, sənə konfet eləyəcəm səndən. Anlayırsınız nə demək istəyirəm? Yəni Flick ağlayırdı bir ay əvvəl. Rafinha onu sakitləşdirirdi. Yəni onu mən görürəm, o nə stresslər keçirdir. O nə belə problemlərlə üz-üzədir. Və adamın bir tərəfdən yazığı gəlir o adama. Çünki Hans-Dieter Flick Bayernin başında olanda rahat idi. Heç nə vecinə deyildi. Yəni adamı biz gülən görmürdük. İndi Barcelona 5-ci divizyon komandasının oynayır, qol vurur, uşaq kimi sevinir adam. Mən bunu artıq dəfələrlə demişəm. Bu adam bir baş məşqçi deyil. Bu adam bir baş məşqçidən daha artıqdır. Bu bir azarkeşdir. O bir Barsa manyakıdır. Bizim kimi Barsa sevgisi var. Bizim kimi Barsaya qarşı belə qarşılıqsız sevgisi var o adamın. Və inanın Allaha, o gedən gün yəni mən dəli olacağam da. Mən hər şeyin sonu var da, özümüz də çox gözəl bilirik. Heç nə əbədi deyil. Amma o gedən gün yəni mən bilmirəm nələr yaşayacağam, hansı o stressli olacağam, depressiyaya düşəcəm. Yəni o günü görmək istəmirəm. İnşallah ki, Flick maksimum dərəcədə çox qalar bu klubda. Amma onun gedəcəyi günü ağlımın ucundan belə keçirdəndə pis oluram ki, Flick gedir Barsadan. Ağlama belə gətirmək istəmirəm onu. Flick, boss, danke. 15 Çempionlar Liqası bəhanələri ilə komment yazanları salamlayıram buradan. Elə bilərsiniz ki, bu biraz gülünc bir şeydir. Deyə bilərsiniz ki, bu haqda niyə danışasan Fuad? İnanın Allaha, belə söhbətləri 5-10 yaşlı uşaqlara aparsa, mən heç bu haqda danışmaram da, deyərəm, utanc verici bir şeydir. Mən baxıram adamlara, şəkillərə baxıram, profillərdə, komment yazanlara baxıram.
Adamın bir 30-40 yaşı var. Mən boyda oğlu var bəlkə. 15 çığlı. Kroos'un 5 Çempionlar Liqası var, sizin də 5-dir, nə bilim. Modric'də 6, sizdə 5. Okey də razıyam. Çempionlar Liqası böyük bir nailiyyətdir. Bunu keçən çıxışda dedim mən. Təbrik edirəm. Amma Çempionlar Liqasının bizim finalda qarşılaşmağımızla nə əlaqəsi var? Nə əlaqəsi var? Bir dənə bunu mənə bir nəfər izah eləsin də. Finalda qarşılaşırıq səninlə. Finaldır. Çempionlar Liqasıdır, Kral Kubokudur, nə bilim İspaniya Super Kubokudur. Nə fərqi var ki? Yəni, əlbəttə ki, peşəkar hər bir komanda deyir ki, mənim üçün hər bir titul önəmlidir. Bunu Barça deyirsə, bunu City deyirsə, PSG deyirsə, əlbəttə ki, Real Madrid də deyir. Real Madrid üçün əgər o Super Kubok önəmli olmasaydı, Real Madrid əsas heyətini yığıb ora gəlməzdi. Və yaxud gələrdi, əsas heyətlə oynamazdı. Deməli, vacibdir və önəmli bir tituldur komanda üçün. Onda belə çıxır ki, Real Madrid belə bir qərar versin özü üçün. La Ligada və yaxud digər ikinci dərəcəli turnirlərdə uşaqlarla oynasın. Ancaq Çempionlar Liqasında əsas heyətlə oynasın. Qardaş, bizimki Çempionlar Liqasıdır. Tüpürdüm La Ligaya da, kuboklara da. Mənə lazım deyil. Bu məntiqlə yaşayırsınız siz. Hansı məntiqdir? Bu hara sığır belə? Kubokun finalıdır. 3 kubok qazanmışıq sizdən son oyunlarda. 3 dəfə məğlub etmişik finalda və qalib gəlmişik. Amma Çempionlar Liqasında bir dəfə də olsun bizlə finalda qarşılaşmamısınız və qalib gəlməmisiniz. Ancaq Çempionlar Liqası, Çempionlar Liqası. Da uşaqlıq eləməyin də, bəstirində də. Olmaz da belə. Gülməlidir bu. Çempionlar Liqasının finalda utsaz deyərəm, hə, cəhənnəm. Deyirsiniz ki, okey, finalda utduq sizi. Amma final oynayırıq da faktdır. Hər şey göz qabağındadır. Demirəm, finallarda siz də bizi utmusunuz, qalib gəlmişsiniz. Bu normaldır. Amma son oyunlarda bizim dominantlığımız var da bu cəhətdən. Niyə sadəcə olaraq təbrik edə bilmirsiniz? Əlbəttə ki, bu hamıya aid deyil. O qeyri-adekvatlara aiddir. Barça tərəfdən də var, bunlar normaldır. Hər iki tərəfdən var. Bəziləri var ki, Pedri'nin dünənki oyunda Rodrigo'nun köynəyindən dartmasına sevinir. Sən gör nəyə sevinirsən? Yəni, belə azarkeşlə hansı futboldan danışasan? Uşaqlar, nəysə, çempionuq, hər birinizi yenidən təbrik edirəm. Bəhanələrə, o boş-boş söhbətlərə məhəl qoymayın. Hamısı paxıllıqdandır. Ona görə yolumuzu getməliyik. Oldu, getdi. Çempionuq, bağlandı bu söhbət. Bu söhbəti uzatmırıq. Qarşıdan bizi daha çətin oyunlar gözləyir. Çempionlar Liqası oyunları var, Kubok oyunları gəlir. Komanda həftə içi Racing ilə qarşılaşacaq. Kubokun. Neçədə bir final idi o, yadımdan çıxdı mənim. Nəysə, deyəsən 18-də bir final idi deyəsən, yoxsa neçə idi? Yadımdan çıxdı düzün desəm, şərhlərdə düzəldə bilərsiniz məni. Və həftə sonu bizi çətin Real Sociedad səfəri gözləyir. Çətin Real Sociedad səfəri gözləyir. Bu önəmli oyundur. Komanda artıq 3 oyun ard-arda La Ligada səfər maçına çıxır. Villarreal, Espanyol və Real Sociedad. Üçü də çətin səfərlərdir. İkisindən uzaq çıxdıq, qaldı sonuncusu. Bu oyunda da qalib gəlsək, demək olar La Ligada əsas belə bizə problem yaşadan rəqiblərlə işimizi bitiririk. Bu cəhətdən doğrudan da rahatlaya bilərik. Ən azından səfər maçlarını deyirəm. Artıq həmin bu rəqiblərlə evdə oynayacaq. El Clasico'muz evdədir. Bu çətin rəqiblərlə oyun evdədir. Atletico Madridlə səfərdə oynayacağıq. Elche ilə səfərdə oynayacağıq. Bu başqa məsələ. Amma belə prioritet rəqiblər artıq bizlə evdə oynayacaqlar. Ona görə fokuslanırıq növbəti oyunlara. Kubok oldu, getdi. Təbriklər. Yaddan çıxartdıq. Elə bir ki, belə bir şey olmayıb. Hər birinizə təşəkkür edirəm ki, videoya baxdınız. Bəyənib, şərh yazmağı unutmayın. Kanala abunə olmağı unutmayın. Bu mənim üçün çox önəmlidir. Çünki mənim üçün bu dəstəkdən başqa bir dəstək yoxdur. Və əsas məsələ, buradan mən müraciət etmək istəyirəm. Mənə deyirlər ki, çəkilişlər az olur və istəyərdik ki, davamlı olsun. Hər oyundan sonra çəkiliş olsun. Dostlar, mən bunu belə açıq deyəcəm. Bunu etmək üçün maddi dəstək lazımdır. Yəni, hal-hazırda məndə o maddi dəstək yoxdur ki, mən daim olaraq o videoları çəkəm. Və mən ona görə müraciət edirəm ki, sponsorluğa açıq olan şirkətlərmi, hansısa bir yerləri olsun, fərq etmir. Əgər açıqlarsa müraciət edə bilərlər və biz bununla daha da inkişaf edə bilərik. Elə olsa, əlbəttə ki, çəkilişlərin sayı da çox olacaq və daha maraqlı kontentlər çıxacaq. Və yenidən hər birinizi təbrik edirəm, öpürəm, bağrıma basıram. Viska Barça, Viska Kataloniya.
Campeones, campeones, ole, ole, ole. Campione, campione, ole, ole, ole. Campione. Allah elime düşmedi.